Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyayil vel mursalin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekat. Bizi bu derslere müveffak eden, bununla da aldanmış insanlara yol gösteren Allah Azze ve Celle'ye hamdolsun. Həqiqətən Allahın dinindən danışmaq, bu dindəki haqqı batildən ayırıb insanları haqq olana dəvət etmək məsuliyyət tələb edən işlərdəndir. Hər şeyin bu qədər asan və sürətli əldə edilə bildiyi bir zamanda, insanların dinlərindən bu qədər cahil qalması işləri daha da çətinləşdirir. Batil haqq olaraq qəbul edilir. Haqq isə çox təəssüflər olsun ki, batil olaraq tanınır. Sizlərə, ey insanlar, sizi Allahla aldadırlar deyə bilmək üçün, bu dediyimi anlaya bilməyiniz üçün demək olar ki, 3 dərsdir ki, gözləyirəm ki, bunun zəminin hazırlayayım. Demək ki, hər haqqı hər yerdə söyləmək olmur. Hər haqqı hər məkanda və hər zamanda söyləmək olmur. Biz dəvətçilərin digərlərindən fərqi də məhz budur. Bunu doğru təsbit etmək və doğru zəmini hazırlamaq. Bizlərə niyə murciə deyirsiniz deyənlərə 2 cümlə ilə cavab versək, bəlkə də heç bir faydası olmayacaqdır. Ya da anlamaqda çətinlik çəkəcəkdilər. Lakin artıq 3 dərs ərzində həm Salih Sələfin əqidəsini, həm də murciənin, cəhmiyyənin və əşarilərin əqidəsini öyrəndiniz. Buradan o tərəfi qalıb sadəcə Allahın rəhməti sayəsində qəlblərdəki möhrün, gözlərdəki pərdənin, qulaqlardakı ağırlığın atılmasına və yenə sizlərin məsələlərə ədalətli bir şəkildə yanaşmanıza. Əgər danışdığım dərslərdə hər hansı bir cümlədə Salih Sələfin etiqad etmədiyi bir sözü onlara isnad etmişəmsə, buyurun iradlarınızı bildirin. Kitabların adını, müəlliflərin adını, hətta səhifə nömrələrini belə zikr etmişəm. Əgər ispat etsəniz, çıxıb bir dənə də üzr videosu paylaşacağım. Ya da cəhmiyə və yaxud da murciə haqqında və yaxud da əşarilər haqqında olmayan bir şey demişəmsə, yenə eyni sözlərim onlar üçün də keçərlidir. Bizlər Mədinə tələbələrinə, Məkkə tələbələrinə, onların şeyxlərinə və onların davamçılarına, onların izləyənlərinə və yaxud da məscid cəmaatlarına niyə murciə deyirik? Çünki sizlər bir insan özünə müsəlman deyirsə, ondan sonra namaz və digər fərzləri tərk etsələr belə onlara müsəlman deyirsiniz. Namaz qılmayan insan, qardaş soruşur ki, kafirdir yoxsa yox. Daha doğru rəy odur ki, namaz qılmayan kafir deyil. Cahilliyi bəhanə gətirərək, hüccəti bəhanə gətirərək, qəlblərində bunu halal görmürlər, bunun vacibliyini inkar etmirlər deyərək və min cür bəhanələr gətirərək onlara müsəlman donu geyindirməyə çalışırsınız. O adam bilmədiyinə görə, öyrənmədiyinə görə, üz döndərdiyinə görə axirətdə onun üzrü olmasın, bəhanəsi olmayacaq. Amma bizim elə bil ki, ona hökm verməyimizdə onun bilməməsi cəhaləti nə olur? Cəhaləti mane olur. Çünki sizlər mənasını belə bilməyən kəslərin sadəcə şəhadət kəlməsini demələri ilə əməlləri olmasa belə onlara müsəlman deyirsiniz. Onları müsəlman olaraq qəbul edirsiniz. Çünki sizlər əməlləri imandan ayırıb onu sadəcə kamillik şərti olaraq görürsünüz. Yəni, iman səhih olmaq üçün əməl olmalıdır. Təbii ki, bu mütləq şəkildə bunu qəbul eləmək də olmur. Çünki nə üçün? Yəni, o demək deyil, hansısa bir əməl yoxdursa, iman getdi. Sizlər sələfiniz kimi hədisləri təhrif edirsiniz. Küfür diyarlarına İslam diyarı, kafir hakimlərə də müsəlman deyirsiniz. Hakim, rəhbər, hökm Allahın hökmü ilə vermir, kafirdir, götürüblər, belə başa düşüblər zahirini düz elçin. Biz deyirik ki, ayəni olduğu kimi zahirən küfür, İslamdan çıxardan küfür kimi başa düşmək batildir. Eyni ilə keçmiş murciələr kimi fərzlərin tərki ilə digər günahları bir tutub, fərzlərin tərkini halal görməyə, vacibliyin qəbul edib etməməyə bağlayırsınız. إنما الخلاف إذا قال الصلاة واجبة ولكن لا أصلي هذا محل الخلاف هل يكفر أو ما يكفر ويقول الصلاة واجبة ولكن أنا أتساهل ما أصلي فجمهور الفقهاء يقولون لا يكفر
ويكون عاصيا استتاب فإن تاب وإلا قتل حدا. Hətta böyük şeyxləriniz Allahı söyənə, Rasulunu söyənə üzr gətirirlər. Daha neçə məsələlərdə etiqadda Murciəyə və Cəhmiyyəyə müvafiq oldunuz. Ən pisi də odur ki, bütün bunları avama anlattığınız zaman bu əhl-i sünnətin etiqadıdır. Bu sələfin icmasıdır dediniz və onların adından yalan danışdınız. Bunlar salih sələfin icması deyil. Bunlar sizin sələfinizin, yəni kimlərin? Murciələrin, Cəhmiyyələrin və Əşarilərin əqidəsidir. Həmçinin icmalar da elə onların icmasıdır. Sözlərində zahirən sələfin sözlərini söylədilər və bugün Səudiyyə tələbələrindən soruşduğunuz zaman ki, iman nədir? Və cavab olaraq deyəcəklər ki, iman qəlbin etiqadı, dilin iqrarı və əzaların əməlidir. Deməli, dinlə demək, qəlblə təsdiq eləmək, əzalarla yerinə yetirməkdir, artar və əzalar. Yəni sələfin dediyin kimi deyəcəklər. Bəs bir insanın mənasını bilmədən, şərtlərini, rukunlarını bilmədən, Allahın bu kəlmədəki muradını bilib, ona əməl etmədən bu sözü söyləməsi, namazı və digər fərzləri də tərk etdiyi halda ona fayda verərmi deyə soruşsan, istədiyiniz zaman bunu özünüz də praktikada yoxlaya bilərsiniz. Bu cür soruşsanız, o kəs müsəlmandır deyəcəklər. Elə isə bu etiqad, iman sözdür deyən Murciənin etiqadı deyilmi? Elə isə iman həm də əməldir deməyin bir mənası qalırmı? Əgər əməlsiz bir insan iman etmiş sayılırsa, o halda iman söz və əməldir demək boş bir söz olmurmu? İndi bildinizmi niyə murciəsiniz? Zahirən sələfin sözünü deməyiniz, İmam Əhmədin bizə tanıtdığı Şəbabə bin Sivarın davamçısı olduğunuzu göstərir. Çünki sizin hiləniz də elə eyni ilə onun hiləsinə bənzəyir. O da deyirdi ki, iman söz və əməldir. Lakin soruşduqda ki, əməl dedikdə nəyi qəsd edirsən? Deyirdi ki, insan bir söz söylədiyi zaman əməl etmiş olur. Və deyirdi ki, onların söylədiyi kimi, yəni sələfin söylədiyi kimi, iman söz və əməldir. Bir kəs şəhadəteyni söylədiyi zaman üzvü ilə, yəni dili ilə əməl etmiş olur. Danışdığı zaman dili ilə əməl etmişdir. Əbu Bəkir Əl-Xallal, rahiməhullah, Əs-Sünnə kitabında bu sözdən çəkindirmək üçün ayrıca bir bab açmışdır. Və bu sözü o da eyni ilə İmam Əhməd kimi ən xəbis söz olaraq isimləndirmişdir. Gördüyünüz kimi, sadəcə zahirən sələfin sözünün eynisini demək, insanı murciəlikdən çıxartmır. Ta ki, sənin qəsdin onların qəsd etdiyi olmadıqca. Biz sizlərə niyə murciə deyirik? Çünki sizlər dindən çıxaran böyük küfrü əməli küfür və etiqadi küfür olaraq ikiyə ayırırsınız. Əməli küfrə görə dindən çıxmaq sizə görə yoxdur. Küfür ancaq onun halallığına etiqad etməklə, vacibliyini inkar etməklə mümkündür deyirsiniz. Çünki qəlbin bilmirik. Qəlbinlə təsdiq eləsə kafir olur. Amma sadəcə əməl kifayət deyil eləmi insan kafir olmağına çox məsələlərdə. Əgər biz sadəcə əməl desək ki, dəlalət edir ki, o artıq belədir, kafirdir, olmaz. Halbuki üç xeyirli nəslin etiqadına görə dindən çıxaran küfür ya etiqadla, ya sözlə, ya da əməllərlə olur. Bunlardan istər üçü bir insanda cəm olsun, istər ikisi, istər də birisi olsun, o kəs kafir olur. Tövbə surəsinin 65-66-cı ayətləri ilə təkfir edilənlər dindən olan bəzi şeylərlə istehza etmişdilər. Hətta ayətdə də keçdiyi üzərə onlar biz bunu halal görürük demədilər. Əksinə dedilər ki, ey Allahın Rasulü, biz sadəcə öz aramızda zarafatlaşırdıq. Əgər dediklərinizdə haqlısınızsa, niyə onların kafir olduğunu 15 əsrə yaxındır ki, oxuyuruq? Və ya səhabələrdən Abdullah İbni Ömər, Allah ondan razı olsun, onun azadlısı və tələbələrindən olan Nafi Rahiməhullahın keçən dərsdə də zikr etdiyimiz sözü necə olacaq? Ona deyiləndə ki, bəziləri deyir ki, biz namazın fərz olduğunu deyirik, amma onu qılmırıq. Şərabın haram olduğunu deyirik, amma içirik və bəzi digər şeyləri də sayır. Nafi Rahiməllah qəzəbli halda deyir ki, bunu edən kafirdir. Mənbə olaraq baxmaq istəyən İmam Əhmədin oğlu Abdullahın Əs-Sünnə kitabına baxa bilərlər. İshaq bin Rahuyədən alimlərin icmasını gətirmişdi.
Buxari və Müslimin güvenilir qəbul edərək hədis rəvayət etdiyi bu alim, yəni İshaq bin Rahuya, alimlərin icmasını gətirmişdi. Həmçinin Sufyan bin Uyeyne'nin sözü ilə də onun sözünü dəstəkləyərək Sufyan bin Uyeyne sözünü nəql eləyir. Hansı ki, Sufyan bin Uyeyne deyir ki, murciə fərzlərin tərkini haram işləmək dərəcəsində günahlar olaraq isimləndirir. Halbuki bu ikisi bir deyildir. Çünki haramları halal saymadan qəsdli olaraq işləmək günahdır. Yəni, zaten bizim də etiqadımız budur. Lakin üzrü olmadığı halda fərzləri tərk etmək isə küfürdür. Bu da artıq sələflə murciyələrin və cəhmiyələrin ayrıldığı nöqtələrdəndir. Üzrü olmadığı halda fərzləri tərk etmək sələfin etiqadına görə küfürdür. Bir məsələyə də açıqlama gətirməkdə fayda var. Bildiyiniz kimi, Mötəzilə və Xavaricilərin etiqadında onlar imanı bir bütün olaraq görməklə yanaşı, Əhl-i Sünnətə müxalif olaraq imanın artıb azalmasını inkar edirlər. Onlara görə kiçik ya da böyük hər hansı bir günahı işləyən dindən çıxır və əməllər arasında da fərq qoymurlar. Adını çəkdiyim bu firqələr avamı aldatmaq üçün müəyyən bənzərlikləri fürsət bilərək həqiqi Əhl-i Sünnətə Mötəzilə və Xavaric iftirası atırlar. Halbuki üç xeyirli nəslin etiqadına görə müəyyən əməllər vardır ki, fərzlərin içərisində onların tərki küfürdür. Digər bəzi əməllərin tərki isə günahdır. Günah əməllərdə halal sayıb saymamağa baxılar. Tərki küfür sayılan əməllərdə vacibliyi inkar edib etməməsinə baxılmaz. Böyük şirkdə və yaxud da böyük küfürdə halal görüb görməməsinə baxılmaz. Keçən dərsimizdə bu batil etiqadların niyə bu qədər yayıldığı məsələsindən danışarkən dedik ki, bu etiqadı qəbul edən məşhur elm adamları geniş kütlələrə sahib olduqları üçün arxalarınca geniş insan kütlələrini özləri ilə birlikdə dəlalətə sürüklədilər. Onların adlarını zikr etməyim bir çoxların xoşuna gəlmədi və əsassız şəkildə müdafiə etməyə cəhd göstərdilər. Halbuki Allahın dini müdafiə olunmağa daha çox layiqdir. Bu dərsdə də son 2 əsrdə insanları sələfin etiqadı adı ilə murciyəliyə çağıran və bunda da müəyyən qədər müvəffəq olan məşhurlardan danışacağım inşallah. Məqsəd müəyyən şəxslərdən, müəyyən isimlərdən danışmaq deyil əlbəttə, lakin bu kəsləri həmin əsrlərin, yəni yaşadığımız müasir əsrlərin alimləri, salih sələfin davamçıları adlandırdıqları üçün özümə borc bildim ki, üzerimizdə haqları olan 3 xeyirli nəslin böyüklərini və ən əsası da Allah Azə və Cəllənin dinini və Rasulullah sallallahu aleyhi və səlləmin sünnətini müdafiə edin. Müasir murciə dəvətçilərinin özlərinə öndər qəbul etdikləri ən məşhur isim, onların dili ilə desək, Şeyx Əlbənidir. Bu ismi seçməyimdəki əsas səbəb, aralarında ixtilaf edənlər belə onu özlərinə yol göstərici olaraq qəbul edirlər. Onun üçün dostluq və düşmənçilik edirlər. Hətta bəziləri çıxıb dərslərində Əlbani səhabənin etiqadında olub deyirlər. Şeyx Albani Əhl-i Sünnənin etiqadında olub. İstər iman mövzusunda, istər digər mövzularda sələfi şeyxlərindəndir. Sələfi salihin etiqadında olub, sahabələrin, tabinlərin, ətbəi tabinlərin, Əhl-i Sünnənin böyük imamıdır. Heç bir etiqad sahibi haqqında təhqir edici üslubda danışmaq nə üslubum deyil, nə də əxlaqımdan deyil. Odur ki, sadəcə öz dillərindən onların etiqadlarını Allahın izni ilə bəyan edəcəm. Həm də Əlbani haqqında danışmağımın əsas səbəbi bugün hansı kitabı, hansı tərcümə olunmuş kitaba baxsaz, hansı zikir kitabına baxsaz, Müsəlman qalası olsun, digər kitablar olsun, Əlbani buna səhih demişdir, Əlbani buna zəif demişdir. Mühəddis olması səbəbilə hansı kitaba baxsaz, onun adını orada rast gəlirsiniz və insanlar oxumaqdan çox uzaq olduqlarına görə isimləri gördükləri zaman o isimlərin həqiqətən böyük alim olduğunu, böyük mühəddis olduğunu və yaxud da sələf-i salihin yolundan gedənlər olduğunu zənn edirlər. Hukmu Tariq-i Salət kitabında səhifə 41-də Əlbani deyir ki, böyük günah işləyənlərin əbədiyyən cəhənnəmdə qalacaqlarını müdafiə edən Xavaric və Mötəzilənin xilafına Əhl-i Sünnətin qatında salih əməllərin hamısı kamillik şərtidir. Bu yerinə diqqət eləyin, salih əməllərin bəzisi kamillik şərtidir demir.
bəzisi kamillik şərtidirdirsə, bu zaten salih sələfin etiqadıdır. Çünki bizlər etiqad edirik ki, bəzi salih əməllər vardır ki, digər nafilə əməllər, bunlar imanımızı kamilləşdirmək üçün səbəblərdir. Lakin fərzlər o cür deyil. Və davam edir Albani, deyir ki, bir kəs namazın imanın səhhət şərti olduğunu, namazı tərk edən kəsin cəhənnəmdə əbədiyyən qalacağını söyləyərsə, görüşlərinin bir qismi xüsusunda xavariclər ilə eyni nöqtəyə gəlmiş olar. Bundan daha təhlükəli olan isə onun şəfaət hədisinə müxalifət etmiş olacağıdır. Əlbaninin sözü burada bitir. Əlbani əhli sünnətin qatında belədir deyərək, əməllərin hamısı imanda kamillik şərtidir deyərək, burada əşarilərin əqidəsinə müvafiq olmuşdur. Və sözlərində də deyir ki, namazın tərkini küfür görən xavariclərlə eyni nöqtəyə gəlmiş olar. Elə isə namazın tərkini küfür görən Əli ibn Əbu Talib, Ömər bin Xattab, Abdullah ibn Məsud, Əbu Dərda kimi sahabələrə, Allah onların hər birisindən razı olsun, onlardan sonra gəlib onlara uyanlara ağır söz söyləmiş və cürətkar davranmış olmurmu? Onları xavaricilikdən bir şöbə üzərində olmaqla, şəfaət hədislərini inkar etməklə ittiham etmiş olmurmu? Ey bizə qarşı alimlərini müdafiə etməyə çalışanlar! Alimlərimizə dil uzadırsan deyənlər! Yaxşı olmazmı ki, alimlərinizə qarşı Rasulullahın səhabələrini müdafiə edəsiniz? Biz alimlərinizə söz demirik. Alimlərinizin sözlərini öz dillərindən sadəcə bəyan edirik. Namaz məsələsinə gəlincə, növbəti dərsimiz inşallah namazın tərki barədə olacaq. Mövsuatil Əlbani 4-cü cild səhifə 155-də Əlbaninin bu sözləri qeyd edilir. Kitabın, sünnətin, səhabənin və tabiin imamlarının, müctəhid imamların dəlillərindən anladığımız odur ki, qəlbi əməli keçərək, bədəni əməllə əlaqəli olan hər şey kamillik şərtidir və səhhət şərti deyildir. Yəni necə? Qəlbə bağlı olan, yəni etiqada bağlı olan məsələlər imanın səhhət şərtidir. Lakin deyir, bədəni əməllə əlaqəli olan, yəni bizim bədənimizlə etdiyimiz əməllərin heç birisi Şeyx Əlbaninin etiqadına görə imanda səhhət şərti deyil, yalnızca kamillik şərtidir. Yəni bütün bu əməlləri tərk edən insan imanını pozmuş sayılmır. Hələ də iman əhli olaraq qalmağa davam edir. Eyni mənbədə 5-ci cild səhifə 636-da Əlbani deyir ki, sələf iman ilə əməli bir-birindən ayırmışdır. Allahu Akbar. Zaten keçən dərslərimizdə sizə İbrahim ən-Nəxaidən, Sufyan bin Uyeynədən, Sufyan əs-Savridən, İmam Əhməddən, İbn Battadan və digər bir çox alimlərdən, İmam Acuridən, hətta sahabədən, tabiindən və ətbaq tabiindən bir çox sözlər zikr etdim ki, onlar iman ilə əməli bir-birindən ayırmayıblar. Söz və əməli bir-birindən ayırmayıblar. Əksinə deyirlər ki, əməlsiz iman yoxdur, imansız da əməl yoxdur. İstəyənlər inşallah əvvəlki dərslərə qayıdaraq o mənbələri təkrar gözdən keçirə bilərlər. Deyir ki, sələf iman ilə əməli bir-birindən ayırmışdır. Burada ya sələfə iftira atılır, ya da sələf dedikdə qəsd etdiyi Beycurinin də qəsdi kimi, yəni ola bilsin əşariləri qəsd eləyir və yaxud da murciə və cəhmiyyələri qəsd eləyir. Sələf deyir, iman ilə əməli bir-birindən ayırmışdır. Əməli imanda kamillik şərti görmüşlər. Xaricilərin xilafına onu səhhət şərti görməyiblər. Mən burada Albanini yalançılıqla ittiham etməyəcəm. Sadəcə bu şəxsin sələf dedikləri əvvəlki dərsdə zikr etdiyimiz üzrə cəhmiyyələr, əşarilər və murciələrdir. Mənbələri ilə açıq şəkildə bəyan etdiyimiz üzrə üç xeyrin əsrin, salihləri və onlara tabi olanların etiqadı bunun tamamilə ziddidir. Əlbaninin məşhur tələbələrindən olan Doktor Muhammed Əbu Ruhayyim Şeyx Əlbaniyə görə imanın həqiqəti adını verdiyi kitabında, hansı ki bu kitabın müqəddiməsini Albaninin digər bir məşhur tələbəsi Muhammed Şəkra yazmışdır. Albaninin əvvəldə zikr etdiyim etiqadını bəyan edir və deyir ki, Albani bu məsələdə İbn Həcərin təsirində qalmışdır. Hansı ki, əvvəlki dərsin kommentlərində bəziləri yazıblar ki, sən İbn Həcərə murciə deyirsən, sən İbn Həcərə belə deyirsən, elə deyirsən. Biz İbn Həcərə heç nə demirik. İbn Həcərin kitablarında öz dilindən öz etiqadını deyir və həmçinin burada da müasirlər də təsdiq eləyir ki,
Əlbani də öz etiqadında İbn Həcərdən təsirlənmişdir. Və yenə bunun səbəbini İbn Həcərin hədis elmindəki qaydaları və üsulları xüsusunda onun üçün xüsusi bir yerə sahib olması olduğunu bəyan etmişdir. Və normaldır ki, hər bir tələbə özünün elm aldığı, özünün elm öyrəndiyi kəslərdən təsirlənir və onun etiqadını mənimsəyir. Və o ən çox hədis usulları barədə İbn Həcərin kitablarını oxumuş, ondan təsirlənmiş və ona qarşı qəlbində xüsusi bir sevgi bəsləmişdir. Və bu sevgi də İbn Həcərin etiqadını mənimsəməsinə səbəb olmuşdur. Həmçinin həmin bu tələbə Doktor Muhammed Əbu Ruhayyim yenə o Ət-Tə'liqatul Cəliyyə fi Tərəddüdətil Əlbaniyə fi Hukmi Təriqis Salət kitabında səhifə 42-də bildirir ki, Əlbani sözlərində əməllərin bir qisminin imanın kamillik şərti, bir qisminin də səhhət şərti olduğunu deməmişdir. Əksinə, o əməllərin tamamını kamillik şərti saymışdır. Davamında yenə deyir ki, keşke o bu qədəri ilə kifayətlənsəydi. Lakin o biraz da irəli gedib, bunu Əhl-i Sünnə vəl Cəmaətə nisbət etmək xətasına düşmüşdür. Əhl-i Sünnət onun bu yaraşdırmasından uzaqdır. Onun görüşünü Əhl-i Sünnə vəl Cəmaətin bu məsələdəki müxaliflərini minhəci ilə yan-yana gətirdiyimiz təqdirdə, onun görüşünün Əşşarilərə müvafiq olduğunu görürük. Necə ki, Əl-Beycuri Tuhfətil Muriddə səhifə 47-də Əhl-i Sünnətin qatında ki, bu sözündəki qəsdi əşarilərdir, salih əməllər xüsusunda tərcih edilən görüşün salih əməllərin imanın kamillik şərti olduğunu bəyan etmişdir. Muhammed Əbu Ruhayyimin sözləri burada yekunlaşdır. Hukmu Təriqis Salət kitabına səhifə 17-də sahabənin görüşünü, ardından İmam Əhmədin görüşünü zikr eləyir, yəni Əlbani, sonra özünün onlara müxalif olan görüşünü dilə gətirərək deyir ki, mənə görə doğru olan görüş cümhurun görüşüdür. Yəni sahabənin görüşünə, İmam Əhmədin görüşünə zidd olaraq, mənə görə doğru olan görüş cümhurun görüşüdür. Lakin o da zikr etmir. Burada cümhur dedikdə qəsd etdiyi cümhur kimlərdir? Hansı ki, onların sözü sahabənin sözündən və İmam Əhmədin sözündən də üstün olan bu cümhur kimdir? Yəni İmam Əhməddən üstün olan hər hansı bir görüş ola bilər cümhura görə. Lakin Əhl-i Sünnət etiqadına görə, Əhl-i Sünnətin icmasına görə səhabə bir görüşdə ittifaq eləyibsə, artıq onların görüşünün üzərinə başqa bir görüşün gətirilməsi mümkün deyil. Həmçinin onun etiqadına görə insan əməli küfrlə dindən çıxmır. Yalnız etiqad edərsə kafir olar. Yəni ya tərk etdiyi fərzin fərzliyini inkar etməklə, ya da etdiyi küfr əməli halal saymaqla. Mənbəyindən dəqiqləşdirmək istəyən ki, bu sözlərimi Əl-Məvsuətil Əqadiyyə 4-cü cild səhifə 394-dən dediklərimi hərfiyyən oxuya bilərlər. Yenə Məvsuada 4-cü cild səhifə 458-də belə deyir. Əməli küfrün dindən çıxma səbəbi olması mümkün deyil. Ancaq küfr əməl bu küfrü işləyənin qəlbində yer edibsə, bu başqadır. Allahu Ekber. Onda heç bir kəsin təkfir olunması mümkün deyil. Çünki biz insanların qəlbini yarıb, ya da qəlbinə hər hansı bir aparat qoşub, onun qəlbində bu küfr yer edib, yoxsa etməyib, bunu yoxlamağa qadir deyilik. Lakin bu deyir ki, əməldə küfr etməklə insanın küfrə düşməsi mümkün deyil, ancaq bu qəlbində yer edibsə ancaq təkfir oluna bilər. Halbuki, Ömər İbn Xattabın sözlərinə baxan adam bu məsələnin necə batil olduğunu açıq-aşkar görəcək. Ömər radiyallahu anh deyir ki, Allah Rasulunun zamanında bizə bəzi şeylər vəhy ilə bildirilirdi. Lakin Rasulullah sallallahu aleyhi və səlləm dünyadan köçdükdən sonra bizə artıq vəhy gəlməyəcək. Biz insanların qəlbləri ilə sorumlu deyilik, insanlara zahirlərinə görə hökm edərik. Bizlər də əlhəmdülillah Ömər İbn Xattabın etiqadını mənimsəyən həqiqi əhl-i sünnət olaraq insanların zahirinə baxarıq. Kim bizlərə imanını ishar edərsə, onu iman əhli qəbul edərik. Kimlər də bizə küfr ishar eləyərsə, onu küfr əhli qəbul eləyərik. Allah haqqa müvəffəq etsin və haqq üzərə sabit etsin. Eyni mənbədə 5-ci cild səhifə 630-da dinə söyməyin hökmü nədir sualına belə cavab vermişdir. Dinə söyməyin hökmü nədir sualına belə cavab vermişdir. Deyir ki, haramdır. İnsan qəlbi ilə bunun halal olduğuna inanarsa, o zaman küfürdür. Allahu Ekber. Əgər dinə söymək, İslama söymək də küfür deyilsə, o zaman küfür nəyə deyilir? İndi isə, ey bunlardan təsirlənən,
bunları əhl-i sünnətin böyük alimlərindən sayanlar, o səhabə ilə eyni etiqaddadır deyənlər, budur şeyxiniz Əlbaninin etiqadı. Əməli imandan saymır. Allaha və dinə söyənə üzür gətirir. Küfür əməllə insanın dindən çıxmayacağını iddia edərək, ancaq qəlbi ilə etiqad edərsə kafir olar deyir. Namazın tərki küfür deyəni xavaricliyə nisbət etmiş, öz görüşlərini səhabənin görüşünün üstündə görmüşdür və daha neçə əhl-i sünnətə zidd olan etiqadı mənimsəmişdir. Bununla yanaşı, Səudiyyənin alimləri və orada oxuyub gələn tələbələr onu tərifləyə dırnaqarası fəzilətlərini saymaqla bitirə bilmirlər. Son olaraq da bu yaxınlarda dəvət etməyə çalışdığım zaman Cəhmiyyədən birinin mənə adını zikr etdiyi bir isim haqqında danışacağım. Həmin kəsi İslama dəvət edərkən mənə dedi ki, bizim şeyxlərimiz deyirlər ki, bu əsrin alimi Şeyx Rabi Əl-Mədxəlidir. Bildiyiniz kimi hədis var ki, hər əsrdə dini müdafiə edən alimlər olacaq və bunlar da hər əsrdə özlərinə bir alim təyin edirlər. Bunlar hansı alimi, əsrin alimi adlandırırlarsa, elə o kəs də hədisdəki alim olur. Allah aləm. Və bunlara görə bu əsrin alimi Şeyx Rabi Əl-Mədxəlidir. Və şeyxin əqidəsi deyir ki, sizin dediyiniz kimi deyil. Bu söz üzərinə Rabi Əl-Mədxəlinin kim olduğunu araşdırdım. Çünki bir insana əsrin alimi deyirlərsə, elm dalınca qaçan tələbələr olaraq da mən də tanımaq istədim ki, görək bu əsrin alimi kimdir. Və öyrəndiyim də oldu ki, İbn Bazın və Əlbaninin tələbəsi olmuşdur. Bu səbəblə də onlarla təsirlənmiş və onların etiqadını mənimsəmişdir. Yazdığı məqalələrə göz atdığım zaman Albaninin dediklərinin bənzərini onda da gördüm. Və nəticə olaraq deyə bilərik ki, dilini anladığımız bütün ölkələrdə Məkkə və Mədinə tələbələrinin dəvət etdikləri etiqad dərs boyunca sizə zikr etdiyim bu etiqaddır. İlk dərslərimi dinləyənlər bilirlər ki, 5 il müddətlə bu etiqad sahibləri ilə mən də bu etiqadı paylaşmışam. Onlardan elm almışam. Ta ki Allah mənə rəhm edib, haqqı mənə göstərənə qədər, ta ki bu etiqaddan tövbə edənə qədər. Məşhur tələbələrinin hansının dərsini istəyirsiniz açın. YouTube-a açsanız, istənilən qədər Məkkə tələbəsi, Mədinə tələbəsi, istər Azərbaycan dilində, istər Türk dilində, istər Rus dilində, istədiyiniz dildə bu tələbələrin dərslərini tapa biləcəksiniz. Onların dərslərini izləyin, məqalələrini oxuyun və birbaşa istəsəniz nömrələrindən özlərinə mesaj yazaraq və yaxud da zəng vuraraq soruşun. Onlar bu etiqadı haqq bilirlər və bu etiqada dəvət edirlər. İnkar etdikləri tək şey nədir? Bu etiqadın Murciə və Cəhmiyyənin etiqadı olduğunu qəbul etmək istəmirlər. İnatkar bir şəkildə özlərini sələfə nisbət edirlər və bunun sələfin etiqadı olduğunu deyirlər. Usullarının Quran, sünnə və icma olduğunu iddia edirlər. Halbuki Allahın kitabı, Rasulullahın sünnəti və 3 xeyirli nəslin icması onların bu iddialarından məğribin məşriqdən uzaq olduğundan daha uzaqdır. Elə isə bu dediklərimə qulaq verin. Dərhal qəbul eləyin demirəm. Bildirdiyim mənbələrə baxın, oxuyun və dediklərimi araşdırın. Özlərindən sual verərək soruşun, daha da dəqiqləşdirin. Sonra da ya tövbə edərək haqq yola qaydın, ya da əgər qayıtmırsınızsa, bir yaxşılıq edin, özünüzü salih sələfə nisbət etməyin. Allah haqq əhlinə bərəkət versin. Allah Əzə və Cəllə batili yer üzündən qazısın və Allah Əzə və Cəllə haqq dəvəti, əhl-i sünnətin dəvətini, sələf-i salihin dəvətini dünyanın dörd bir tərəfinə yayaraq bu dəvəti bərəkətləndirsin. Allah yer üzündə İslamı iqamə etdirməyi biz müsəlmanlara müvəffəq etsin. Və Allah izin verərsə, gələn dərsimizdə inşallah namazın tərki mövzusu ilə görüşmək üzərə. Allaha əmanət olun. Subhanəkəllahumə və bihamdik. Nəşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və tubu ileyk.